Salam əziz dördüncülər, biz sizinlə riyaziyyat iş dəftəri 4-cü sinif, təbii ki, ikinci hissənin məlumatları təhlil etmə məsələ həllinə gəlib çatmışıq. Bundan öncəki videomda məsələ həllinin digər üsullarını, izahını vermişəm, həm dərsliyimizdə, həm də iş dəftərimizdə. İndi isə davamlı burada işləyirik. Lalə rəngli kağızdan perimetri 11 sm-dən böyük olan iti bucaqlı, üç bucaqlar kəsdi. Lalənin kəsdiyi fiqurlar hansılar ola bilər? Burada bizə iki dənə təhlil etmək üçün ipucu verib. Perimetr 11 sm-dən böyük olmalıdır və həmçinin də həmin üç bucaqlar iti bucaqlı üç bucaq olmalıdır. Biz bilirik ki, üç bucağın növlərini bilirik. Kor bucaqlı, iti bucaqlı, üç bucaq və düz bucaqlı üç bucağı tanıyırıq. Burada isə əgər hər hansısa bir üç bucaqda bir dənə də olsa, məsələn, kor bucaq varsa, biz onu kor bucaqlı üç bucaq deyirik. Və indi biz baxırıq bura, birinci fiqurumuza baxırıq. Birinci üç bucaqda hər üç tərəfin üçü də iti bucaqdır. Bu əslində bizim şərtimizi ödəyir. Amma gəlin baxaq görək, topladığımız zaman 11 sm-dən böyük olurmu? 5-in üstünə 5 gələndə 10, onun da üstünə 3 gələndə 13 sm. Bizə deyirdi ki, 11 sm-dən böyük olsun. Deməli, biz bunu götürə bilərik. İkinci, onsuz da kör bucağı vardı, onu götürə bilmərik. Üçüncü də gördüyünüz kimi bütün bucaqların hər biri nədir? İti bucaqdır. Və gəlin toplayaq. 5-in üstünə 5, 10, onun üstünə 6, 16. 16, 11-dən böyük olduğu üçün biz bunu da götürə bilərik. Sonuncu üç bucağa baxırıq. İti bucaqlı üç bucaqdır, amma perimetri, yəni tərəflərini topladığımız zaman 10 sm olur. 10 sm-də 11-dən kiçik olmaz. Ona görə də onu götürə bilmirik. Keçirik növbəti tapşırığımıza. Burada ikinci tapşırıqda bizə deyir ki, bir banka mebel lakı 15 kvadrat metr sahəni laklamağa çatır. Mebel ustası bir banka lakdan istifadə etməklə şəkildəki hansı masaların üstünü tam laklaya bilər, qeyd elə. Biz bunların tam laklaya biləcəyini qeyd etmək üçün nə etməliyik? Təbii ki, bunların sahəsini tapmalıyıq. Əvvəl sahəni tapmalıyıq ki, görək 15 kvadrat metr sahəni ödəyəcək, yoxsa yox. Birinci şəkilə, birinci masa deyək də, masaya baxırıq. Tapmaq üçün bunu 4-ü 5-ə vuracaq, olacaq neçə? 20. Bu isə 15 kvadrat metr ödəyir. Deməli, birinci uyğun gəlmir, onu götürə bilməyəcək. İkinciyə baxırıq, 3 vurulsun 3 bərabərdir neçə? 9 kvadrat metr və bu da 15 metri əgər sahəni tutursa, lak, rəngləyə bilirsə, bunu götürə bilərik. Keçirik digərinə. 3-ünü vururuq 6-ya, enli uzunluğuna vururuq, alırıq 18 kvadrat metr və təbii ki, bunu götürə bilmərik. Niyə? Çünki bu 18 kvadrat metri əhatə eləyəcək. Bizə isə 15 kvadrat metrlik sahə lazımdır. Sonuncuya baxırıq, 4-ü vuracaq 3-ə, olacaq 12 kvadrat metr və təbii ki, bunu 15-in içində olduğuna görə biz bunu rəngləyə biləcəyik və onu da qoyuruq ki, onu götürə bilərik. İndi baxırıq bura. Burada. Samirin daxilində yalnız 3 və 5 qəpiklər var. O, bu qəpiklərdən istifadə etməklə qiyməti 32 qəpik olan şokoladın pulunu necə düzəldə bilər? Deməli, yalnız 3 qəpik və 5 qəpik var. Pulu isə cəmi 32 qəpik deyirsə bizə, 32 qəpiyi alındırmaq üçün biz 5 qəpikdən üstünə götürə bilərik. Gəlin baxaq. Variantlara baxaq beynimizdə. 5 dənə 5 qəpik olsa, bu olacaq 25 qəpik. Amma 7 qəpikdən 3 qəpik düzəldə bilmərik. 5 dənə 5 qəpik ola bilməz. Gəlin baxaq, 4 dənə 5 qəpik götürək. Əgər 4 dənə 5 qəpik olarsa, 4-ü 5-ə vurarıq, olar 20 qəpik. Sonra isə 30-dan da, daha doğrusu üzr istəyirəm, 32 qəpik var idi. 32-dən də çıxaram 20-ni, alaram 12 qəpik. Və 12 qəpiyi də bölərəm 3 qəpiyə, alaram 4 dənə. Deməli, biz nə başa düşdük? Biz başa düşdük ki, həm 3 qəpikdən, həm 5 qəpikdən hərəsindən 4 dənə götürüb dondurma, şokolad ala bilər özünə. Buraya yazırıq ki, cavab yerinə 4 ədəd 5 qəpik, 4 ədəd 3 qəpik. Belə. İndi keçirik 4-cü məsələmizə. Lalənin anası 3 eyni sayda qələm və 2 eyni bloknot aldı. O 15 manat ödədi. Lalənin anası hansı qələmdən və bloknotdan aldı, qeyd elə. Burada bizə həm qələm, həm bloknotların qiymətlərini verib.
Amma biz onların birinin qiymətini verib. Bizə üçünün və yaxud da ikisinin qiymətini verməyib. Ona görə də biz bunların qiymətini gəlin tapaq ki, bizim üçün daha rahat olsun. Əgər 1 manatlıq qələmdən 3 dənə olsa, bu olacaq 3 manat. Yəni 1-i 3-ə vuranda 3 manat. Yox, əgər 3 manatlıq qələmdən alsa, onda 3-ü 3-ə vuracam, olacaq 9 manat, düzdürmü? Yox, əgər 2 manatlıq qələmdən almış olsa, onda 2-ni vuracam 3-ə, bu da olacaq 6 manat. Bu qələmlərin qiyməti. Bütün variantları yazdıq. İndi bloknota baxırıq. 2 dənə eyni bloknot dediyinə görə 5-i vuracam 2-yə, bu olacaq 10 manat. Sonra 3-ü vuracam 2-yə, bu olacaq 6 manat. Sonra 4-ü vuracam 2-yə, bu da olacaq 8 manat. Gəlin baxaq görək. Bunlardan hansını anası alıb? 3 dənə əgər, baxın 9, hansını toplasaq 16 eləyəcək, 15 eləyəcək, bizə 15 deyir. Baxın 9 ilə 6-nı toplasam əgər 15 manat eləyir. Digərlərini topladığımız zaman isə 15 manat eləmir. Deməli, Lalənin anası nə alıb ona? Bu qələmdən, 3 manatlıq qələmdən və 3 manatlıq qeyd dəftərindən 2 dənə götürüb və qiymətləri də 9 manat üstəgəl 6 manat bərabərdir 15 manat edib. Keçirik növbəti səhifəmizdə bizim tam hissə modeli ilə məsələ qurmaq var. Gəldik çatdıq artıq məsələ həllinin bu üsuluna. Gəlin baxaq. Kitabın oxunan səhifələrinin sayı oxunmayan səhifələrindən 10 vahid çoxdur. Kitabın 100 səhifəsi var, kitabın neçə səhifəsi oxunmayıb. Tam hissə modelindən də gördüyünüz kimi uşaqlar, burada ikisinin sayı ikisi eynidir. Biri digərindən 10 vahid çox olmaqla 100-dür. Biz ona görə o artığı mütləq şəkildə çıxmalıyıq. Yəni 100-dən 10-u çıxmalıyam ki, 90-ı alım və sonra bərabər hissələri, yəni 2 hissəyə bölüm ki, hissələri tapım. 90-ı da 2-yə böləndə uşaqlar eləyəcək 45. Bura yazırıq 45. Burada yazırıq 45, hər ikisi 45 olub 90, onun da üzərinə 10 olub 100. Bunu biz tam hissə modelini əksər uşaqlar artıq 4-cü sinifdə biz bunu vurma, üzr istəyirəm, tənlik vasitəsilə həll edirik. Bu cür işləyəndə uşaqlara sanki daha rahat olur. Bəzən uşaqlar mənə deyir ki, müəllimə, biz bunu çəkdiyimiz zaman daha rahat işləyirik, gözümüz görür. Amma bəzi mənim riyaziyyatçı uşaqlarım var, onlar isə deyir ki, yox müəllimə, tənlik qurmaqla işləmək bizə daha rahatdır. Ona görə də mən istəyirəm tənliklə burada sizin üçün göstərim. Tənliklə göstərəndə mən nə edəcəm, necə quracam? 2 dənə hissəni x-lə ifadə edəcəm. X üstəgəl x. O da üstəgəl onların artığı, yəni əlavəsi 10 bərabərdir 100. Sonra yazacağım ki, 2x, x-ları cəmləyəcəm. 2x üstəgəl 10-u bərabər eləyəcəm 100-ə. Sonra 2x-dan bərabərdir nəyə? 100-dən 10-u çıxacam. Qalacaq burada 90 və 1x-in də qiyməti bərabər olacaq nəyə? 90-ı böləcəm 2 olacaq 45. Əgər desə ki, birinci oxunmayan səhifəsi desə, oxunmayan dedi çoxdur. Hə, oxunmayan çox deyəndə 45-in üzərinə 10 gəlib deyəcəksiniz ki, müəllimə 55-dir. Yox, əgər oxunanı desə, onda da 45 səhifə deyəcəksiniz. Bizdə sonda neçə kitabın səhifəsi oxunmayıb dediyinə görə bura 45-i qeyd edirik. Oxunan, oxunmayandan 15 dənə, 10 dənə çoxdur. Ona görə də biz bura oxunmayana 45 yazırıq. Aha. İkinciyə keçirik. İkincidə bizə deyir ki, yeşikdə cəmi 28 kiloqram alma və armud var. Deməli, cəmi 28-dir. Almanın kütləsi armudun kütləsindən 3 dəfə çoxdur. Yeşikdə nə qədər alma və nə qədər armud var. Əgər onda tənliklə sonra işləyərəm. Gəlin əvvəlcə biz qaydaya uyğun gedək. 28 dənə ümumidir və burada 1, 2, 3, 4 dənə də hissə var. Və mən nə etməliyəm? 28-i bölməliyəm təbii ki 4-ə və almalıyam 7-ni. Burada bütün hissələr nəyə bərabərdir? 7-yə bərabərdir. Bizdən nəyi soruşur? Nə qədər alma və nə qədər armud var. Armudu bilirik onsuz da. Armudu gördüyünüz kimi 7 kiloqramdır. Çünki bir hissədən ibarətdir. Amma alma isə 3 dənə hissədir. 7-ni 3-ə vuranda 21-dir. Mən burada yazırıq 7 vur 3 bərabərdir 21 və aşağı yazırıq ki 21 kg. Almanın çəkisi 21 kiloqramdır. Gəlin mən burada tənliyini də sizin üçün göstərim və bunu bir balacalaşdırım. Çox toppuş yazır, çox yer tutur. Bunu necə yaza bilərik?
Gəlin yazaq. Armudun kütləsini x-la qeyd eləyək. Almanı isə 3x-la qeyd eləyək. Və onlar bir yerdə bərabərdir nəyə? 28-ə. Bu zaman mən bura yazıram 4x bərabərdir nəyə? 28-ə. Və x-i tapmaq üçün təbii ki 28 4-ə bölünəcək. 28 4-ə bölünməlidir. X də bərabər olmalıdır 7-yə. Deməli, mən bir hissənin 7 olduğunu tapıram. Sonra almanı 7-ni 3-ə vurub 21 kiloqram olaraq qeyd edirəm. Armud isə təkcə elə 7 kiloqram. Çünki armud bir hissə idi. Bu cür formada qeyd edirəm. İndi keçək 3-cü məsələmizə. Samir bir pizza və bir şirə üçün 10 manat pul ödədi. Meyvə şirəsinin qiyməti pizzanın qiymətindən 4 dəfə ucuzdur. Meyvə şirəsinin və pizzanın qiyməti neçə manatdır? Burada tam hissə modelini çəkməyiblər. Bunu yəqin ki biz çəkməliyik. Onun üçün də gəlin yazaq bura. Bura pizza yazaq yuxarı. Aşağıda isə şirə qeyd edək. Şirənin bir hissəsi 4 dəfə ucuz deyirsə, deməli pizzada bundan 4 dəfə bahadır. Ona görə bunu 4 dəfə çəkəcəyik. Yəni 4 hissə çəkəcəyik. Və bunlar hamısı birlikdə, yəni ikisi birlikdə 10 manat olur. Düzdürmü? Bu əgər 5 dənə hissə 10 manat olursa, mən burada nə etməliyəm? Onu 5-ə bölməliyəm ki, alım 2 manat. Yəni bir hissə 2 manat. Deməli, artıq biz şirənin qiymətini tapmış olduq. Şirənin qiyməti 2 manatdır. Yazırıq bura 2 manat. Yerdə neçə qaldı? Ondan 2-ni çıxmalıyam. Hissənin birini çıxıram, tapıram 8. Yəni 8 manat. Və 8 də bölürəm 4 hissəyə. Bir hissə 2 manatdır. 8 də bölürəm 4 hissəyə. 4 hissəyə bölmürəm. Elə birbaşa 8 yazıram. Çünki 4 hissə birlikdə 8 manatdır və mən də pizzanı yazmaq üçün burada 8 yazacağım. Yəni 8 manat yazacağım. Çünki ikisi birlikdə 10 manatdır. Burada pizzanın da qiymətini istəyir bizdən. Sonra istəsək biz bunu tənlik şəklində burada qısa formada göstərə bilərik. Necə göstərərik? Bir hissə şirədir. Şirəni x-la qeyd edərəm və onun üzərinə gələrəm nəyi? Pizzanın 4 dənə hissəsini, yəni 4x-i. O da bərabər olar 10-a. Sonra x-larımı cəmləyərəm, olaram 5x. O da bərabər eləyərəm 10-a. Düzdürmü? Və x-i tapmaq üçün onu da 5-ə bölərəm 2. Gördüyünüz kimi yenə də şirənin qiymətini tapdıq ki, 2 manatdır. Yəni bir hissənin qiymətinin 2 manat olduğunu tapdıq. Davamını isə hansını istəsə, əgər pizzanı istəsə, 2-ni 4-ə vurub 8 manat da yaza bilərik. İndi baxırıq 4-cü məsələmizə. Lalə aldığı lentdən 20 sm kəsdi. Bu, yəni bu 20 sm lentin 4də 1 hissəsinə bərabərdir. Lalənin aldığı lentin uzunluğu nə qədər idi? İndi biz baxırıq. Deməli, bir hissə nədir? 20 sm-dir, düzdürmü? Və bu da 4-dən 1 hissəsinə bərabər deyirsə, deməli, bir hissə 20-də 4 dənə hissəni də biz 20-yə vurmalıyıq ki, ümumi sayı tapaq. 20-ni də 4-ə vuran neçə eləyəcək? 80. 80 sm lentin uzunluğu. Və burada qeyd edirik 80 sm. İndi bir hissə 20-dir, 4 dənə hissə isə birlikdə 80 sm olur. Gəlin keçək burada 5-ci məsələmizə. Velosipedçi yolun 3də 1 hissəsindən getdikdən sonra nədir? Gediləcək 8 kilometr yolu qalıb. Yolun ümumi uzunluğu nə qədərdir? 3də 1 hissəsini gedirsə, deməli yol 3 hissədən ibarətdir və 8 kilometr yolu qaldı. Yolun ümumi uzunluğu nə qədərdir? Burada 8 kilometr yol qaldı deyirsə, 8 kilometrimiz qalıb. 8 kilometr qalıbsa bərabər sayda. Deməli, biz 8-i bölməliyik 2-yə və almalıyıq 4. Deməli, bunların hər biri də artıq 4 olacaq. Biz artıq bu bir hissəni də tapdıq ki, sən demə 4, 4, 4-dür. Və ona görə nə edəcəm? 3də 1 hissəsi dediyinə görə yolun 3 dənə hissədir. Bir hissəsini də əgər 4 kilometr tapdıqsa, 3-ü 4-ə vuracam, bərabər olacaq 12-yə. Çünki bizdə ümumi uzunluğu istəyir və biz də ümumi uzunluğu tapmaq üçün 3-ü vururuq 4-ə, cavabı alırıq nə? 12 kilometr. 12 kilometr. Keçirik digər səhifəmizdə. Burada oxşar, daha sadə məsələ həll etməklə. Bu da məsələ həllinin digər üsullarıdır. Dərsliyimizdə bunun izahı var. İndi burada işləyirik. Oteldə hər otağın divarlarının ümumi sahəsi 80 kvadrat metrdir. Bir rulon divar kağızını 10 kvadrat metr sahə yapışdırmaq olar. Bir
belə rulonun qiyməti 15 manatdır. Otelin 5 otağına alınan bu divar kağızı üçün neçə manat pul ödəmək lazımdır? Pulu tapmamışdan əvvəl biz əvvəlcə tapmalıyıq ki, bizə neçə rulon lazımdır. Və bizim üçün göstərir ki, bir otağın sahəsi bütün otaqlara aiddir də bu. Bir otaq əgər 80 kvadrat metrdirsə və həmin o bir rulon bir divar kağızını 10 metr sahəyə yapışdırmaq üçündür. Deməli 80 kvadrat metrin 10 kvadratına bir rulon görür. Ona görə biz baxmalıyıq görüm bir otağa, yəni 80 kvadrat metrə neçə dənə rulon işlənir? Təbii ki 8 dənə rulon. 8 dənə rulon işlənir. Və sonra isə bizə deyir ki 5 otağa 5 otağı da tapmaq üçün bir otağa 8 rulondursa 5-i vuracam 8-ə alacam 40 rulon, düzdürmü? Rulonlarımın sayını tapdım. İndi qaldı nə? Qiymətini tapmaq. Bir rulonun qiyməti 15 manatdırsa, təbii ki, mən 40-ı vurmalıyam 15-ə və 40-ı da 15-ə vuranda, 4-ü 15-ə vuranda 60 eləyəcək. 0-ı gətirəcəm yanına, olacaq 600 manat. Cavab 600 manat rulonlara pul xərcləmək lazımdır, pul ödəmək lazımdır. Keçirik ikinci məsələmizə. İkinci məsələdə bizə deyir ki, 5 dost görüşdü. Hər dost digər dostların hər birinə bir şəkil hədiyyə etdi. Onlar bir-birinə cəmi neçə şəkil bağışladılar. Göstəriş verir ki, əvvəlcə 3 dostun bir-birinə neçə şəkil hədiyyə etdiyini tap. Uşaqlar, bu cür tipli məsələlərdə həmişə əgər 5 dost deyirsə 5-dən birini çıxırıq. Çünki insan öz-özünə hədiyyə etmir ki, yəni şəkil vermir ki, mən qarşımdakına verirəm, qarşımdakı digərinə verir. Həmişə bu cür məsələlərdə 5-sə, yəni verilmiş saydan birini çıxmaqla daha rahat şəkildə biz neynirik? Misalımızı tapırıq. Burada əvvəlcə bizə deyir ki, 3 dostun bir-birinə neçə şəkil hədiyyə etdiyini tap. Bunun üçün də neyniyəcəm? 3-ü vuracam 2-yə. 3 vurulsun 2, eləyəcək neçə? 6. Sonra bizə bunu göstəriş vermişdi. Bunu tapandan sonra biz əsas şərtimiz nədir? 5 dostun neçə digərlə neçə şəkil verdiyim. 5-dən 1 çıxıram 4 və 5-i 4-ə vururam. Olur neçə? 20. Deməli, bir-birlərinə 20 dənə şəkil hədiyyə edirlər. Sonra usta şəkildəki naxışı düzəltmək üçün cəmi neçə kiçik 3 bucaqdan istifadə etdi. Biz baxırıq bizim nəyimizə, şəkilimizə. Şəkildə 4 dənə eyni fiqur təkrarlanır simmetrik olaraq dönmə hərəkətlərindən əks etməklə birlikdə bir-birinin həm əksidir, həm də dönməsidir. Ona görə də biz neyinirik? Baxırıq elə bura birinciyə. Gəlin görək burada bunu da yarıya bölək. Gəlin sayaq 3 bucaqlar. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə 3 bucaq var burada. Yuxarı ilə aşağı bir-birinin eynisidir. Yuxarıda 8 dənə var, aşağıda 8 dənə var. Deməli, burada cəmi 16 dənə, yəni bir fiqurda 16 dənə 3 bucaq var. Yəni bu bir dənədə. Və burada da 1, 2, 3, 4 dənə eyni fiqur olduğuna görə, eyni naxış olduğuna görə mən də 16-nı 4-ə vurmalıyam. 16-nı da 4-ə vurana 4 dəfə 6-nı 24, 2 yadda 4 dəfə 1 yadda 6. Deməli, bizə 64 dənə kiçik 3 bucaqdan istifadə edib. 4-cü məsələyə keçirik. Yeni il şənliyinə hədiyyə bağlamaları düzəltmək üçün 32 peçenye, 45 vafli və 16 şokolad aldılar. Bir bağlamaya 2 peçenye, 3 vafli və 1 şokolad qoyulur. Alınan şirniyyatdan neçə hədiyyə bağlaması düzəltmək olar? Hədiyyə bağlamasını tapmaq üçün deməli, hər bağlamaya neçə peçenye qoyulur? 2 peçenye və alınıb 32 peçenye. Biz 32-ni 2-yə bölməliyik ki, görüm neçə dənə bağlamanı çatacaq. 32-ni 2-yə bölük 16. 45 vaflidir və bu 45 vaflinin hər bağlamaya 3 dənə vafli qoyulur. Ona görə də 45-də mən 3-ə bölməliyəm və alıram 15. Sonra isə 16 dənə şokolad alınıb, hər qutuya 1 dənə şokolad qoyulur. Yəni, hər bağlamaya 1 şokolad qoyulursa, 16 dənə bağlamaya kifayət edir. Əslində, burada 2 dənəsi 16, 16 bağlamaya çatır, amma biz 16-nı götürə bilmərik. Niyə? Çünki uşaqlar, əgər 16 dənə bağlama olarsa, biz o tamamlanmış sayılmır. Çünki hər bağlamanı qoyulan say var və burada da vaflinin biri çatmır. Ona görə də biz az sayı götürürük. Yəni, 15 dənə bağlama yazırıq bura, 15 bağlama. 15 bağlama yazırıq, çünki digərlərinə vafli çatmır birinə. Baxırıq 5-ci məsələmizə. Turist
Hər 1 saat yol getdikdən sonra 15 dəqiqə fasilə edir. Turist getdiyi yolda ümumilikdə 4 saat velosiped sürdü. O bu müddət ərzində neçə dəqiqə fasilə etdi? Deməli, turist 1 saat getdikdən sonra 15 dəqiqə dincəlir. Burada uşaqlar, mən əminəm ki, sizin əksəriyyətiniz mənim şagirdlərim kimi çaşıb 4-ü 15-ə vurmusunuz, amma belə olmaz. Niyə? Bu turist gedən kimi, başlayan kimi 15 dəqiqə dincəlməyib ki, buradan gəlib bura 1 saat tamam olanda 15 dəqiqə. Bu ağac məsələləri var deyir, uşaqlar, aralıq məsələləri. Biz 7 dənə ağac əkilibsə, deməli orada 6 dənə aralıq var deyir deyə. Bax, bu da onun kimidir. Deməli, mən buradan bura 1 saat gələndə 15 dəqiqə dincəlmişəm. Buradan bura gələndə 15 dəqiqə dincəlmişəm. Və buradan bura gələndə 15 dəqiqə dincəlmişəm. Artıq mənim 4 saatım tamamlandı. 1 saat, 2 saat, 3 saat, 4 saat. Və ona görə də mən 3-ü 15-ə vurmalıyam. Burada diqqətli oluruq, çaşmırıq. 3-ü 15-ə vuranda cavab olur 45. Bizdən də neçə dəqiqə fasilə etdiyini soruşur. Yazırıq ki, bura 45 dəqiqə. Keçirik növbəti səhifəmizin izahına. Bu da məsələ həllinin sonuncu üsuldur. Bu sonuncu üsul da çox maraqlı üsuldur. Əslində rahatdır və məsələlər daha rahat üsulla tapmağa bizə başa salır. Sondan əvvələ qayıdırıq. Yəni, ən sonda olan verdiyi məlumatı daha birinci işləyirik. Gəlin, baxaq. Ay ərzində kommunal xərclərə 50 manat, ərzağa 300 manat, digər xərclərə isə 450 manat xərclədikdən sonra Aynurgilin yığımları 420 manat oldu. Onların aylıq gəliri nə qədər olmuşdu? 420 manat pulları qalıb və xərclədiklərindən sonra 420 manat qalıb. Ona görə də biz sonda 420-ni görürük, elə bundan da başlayırıq. 420-nin üzərinə digər xərclər gəlir. Birinci elə gəlir 450. Və onun da üzərinə gəlirik 300-ü. Birbaşa yazıram uşaqlar. Ayrı-ayrı istəyirsiniz, biz ayrı-ayrı misal kimi yaza bilərsiniz. Və onun da üzərinə 50 gəlirəm. Gəlin toplayaq, görək nə qədər eləyir. 20-nin üzərinə 450 gələrəm. Olar 870. 870-in üzərinə 300 gələrəm. Olar 1170. Və onun da üzərinə 50 gələrəm. Olar 1220. 1220 nə? Manat. Deməli, onların aylıq gəliri 1220 manat imiş. Keçək ikinci tapşırığımıza. Samir velosipedlə evdən parka getməyə 10 dəqiqə, parkda velosiped sürməyə 20 dəqiqə, piyada gəzməyə isə 5 dəqiqə vaxt sərf etdi. O, parkdan evə 10 dəqiqəyə çatdı və saatına baxdı. Saat 18:50-ni göstərirdi. Samir evdən saat neçədə çıxmışdı? Deməli, bizim yekun saatımız 18:50-dir və 18:50-dən başlayırıq. 18:50 düzdürmü? Sonra sondan geri qayıdırıq. Burada nəyə görürük? 10 dəqiqə çatdı. Çatdı deyirsə biz çıxmalıyıq ki, onun evdən çıxdığı vaxtı tapaq. Ona görə 18:50-dən 10-u çıxanda qalacaq neçə? 18:40 düzdürmü? Sonra nə edib? 18:40-dan 5 çıxırıq. Gəlin belə yazın. 18:40 çıx 5. Əslində belə yazmaq düzgün deyil, amma mən rahat olsun deyə yazdım. 18:35. Sonra nə edib? 20 dəqiqədə velosiped sürüb. 18:35-dən nöqtə qoymaq istəyirdim. Xət oldu. 18:35-dən 20 dəqiqəni çıxıram. Olur neçə? 18:15 düzdürmü? Və ən sonda isə 10 dəqiqədə evdən parka getməyə vaxt sərf edib. 18:15-dən də 10 dəqiqəni çıxanda yerdə qalır 18:05. Yəni, o evdən çıxanda Samir 18:05 olub saat. Bu vaxtda çıxıb evdən. İndi üçüncü məsələmizə baxırıq. Dayanacaqda avtobusdan 12 nəfər düşdü. 18 nəfər mindi. Növbəti dayanacaqda avtobusdan 16 nəfər düşdü və 10 nəfər minəndən sonra avtobusda 22 nəfər sərnişin oldu cəmi. Əvvəlcə sərnişin vardı. Burada uşaqlar diqqət yetiririk nəyə? Təbii ki, ən sonda 22-ni görürük və bu 22-dən başlayırıq. Amma toplama deyəndə çıxırıq, çıxma deyəndə toplayırıq. Çünki baxın, burada 12 nəfər minəndən sonra deyirsə, toplamaq əvəzinə biz çıxmalıyıq ki, əvvəlki sayı bilək. 22-dən 10 çıxıram, 12 nəfər var imiş. Daha sonra deyir ki, 16 nəfər düşdü. Deməli, 16 nəfər əvvəlcə var imiş. 12-nin üzərinə 16 gəlirəm. Alıram neçə? 28. Sonra nə deyir? 18 nəfər mindi deyirsə, mən 18 nəfəri çıxıram. 28 çıx, 18 çıx. 18 bərabərdir neçə? 10. Daha sonra deyir ki, 12 nəfər düşdü. 12 nəfər düşməmişdən əvvəl sən demə, avtobusda 22 nəfər sərnişin olubmuş. 22 nəfər. Və burada bizim
4-cü məsələmizə baxırıq. Marketdə günortaya qədər 30 litr süd satıldı. Günorta qalan südün yarısı satıldıqdan sonra 5 litr qaldı. Səhər marketdə neçə litr süd var idi? Deməli, səhər nə qədər gün ərzində tapmaq üçün bizdə burada nə deyir? Günortaya qalan südün yarısı o 5'dir. 5'i yəni yarısı, 5 nəyin yarısı? Təbii ki, onun yarısıdır, düzdürmü? Günorta qalan süd satıldıqdan sonra 5 litr süd qaldı. Deməli, günorta 10 litr qalıbmış və günortaya qədər də 30 imiş. Ona görə də 10-la da 30'u toplayacaq. Olacaq 40. Siz burada çaşıb əlavə bir də 5 üstünə gəlməyin. Çünki deyir ki, qalan südün, yəni bu 30'dan sonraki bu 10'un yarısı, onun yarısı satılandan sonra 5 litr qalıb. Deməli, əvvəlcə marketdə 40 litr süd olunmuş. İndi keçirik 5-ci, yəni sonuncu məsələmizə, bölməmizin və mövzumuzun sonuncu məsələsində bizə nə deyir? Lalə anasından yaşca 4 dəfə kiçikdir. Bir ildən sonra atası Lalədən yaşca 4 dəfə böyük olacaq. Hazırda Lalənin atasının 9 yaşı var. İndi Lalənin anası neçə yaşı var? Göstəriş əvvəlcə Lalənin indiki yaşını tap. Biz indiki yaşını tapmasaq, onsuz da ananın yaşını tapa bilmərik. Çünki anadan deyir 4 dəfə kiçikdir. İndi bizə burada ipucu verib ki, hazırda Lalənin atasının 39 yaşı var. Atanın indi 39 yaşı var. 39. 30 oxşamadı. 39 yaşı var, yenə də oxşamadı. 39 yaşı var. Bir ildən sonra yaşda 4 dəfə kiçik olacaq. Bir ildən sonra deyəndə mən 39'un üzərinə 1 gəlirəm və alıram 40'ı. Lalə yaşda 4 dəfə atası böyük olacaq. 40'ı 4'ə bölürəm, alıram 10. Bir ildən sonra əgər 10'dursa, deməli indi 1'i çıxıram və alıram Lalənin indiki yaşını 9 olduğunu. Deməli, Lalənin indi 9 yaşı var və anasından 4 dəfə kiçikdir. 9 4'ü də vurub 36 ola bilərəm. 9 vur 4, 36 da ola bilər. Əla. Elə bu yolla tapırıq. 9'u 4'ə vuranda 36 olur. Deməli, ananın da indi neçə yaşı var? 36 yaşı var. Ananın, Lalə anasının da 36 yaşı var, tapdıq. Belə uşaqlar, bölməmiz və mövzumuz üzrə iş dəftərinin tapşırıqları bitdi. Ümid edirəm sizin üçün yararlı oldu. Növbəti belə izahlı videolarımızda görüşəndək uşaqlar. Hələlik.